İndi danışacağım hekayə həyatda olmuş, baş vermiş hadisədir. 70-ci illərdə deməli bir kişinin 10 evladı olur. Bunun 9-u oğlan olur, biri qız olur. Kişinin özünün də vəziyyəti yaxşı olur. Pullu, hallı kişi olur. Deməli, bir gün qızını ərə vermək istəyərkən öz yaxın əqrabasına vermək istəyir ki, onun dövləti var, dövləti başqasına qismət olmasın. Ona görə öz yaxın qohumuna vermək istəyir. Amma qızın başqa bir istəkli sevgilisi olur. Qız atası ilə razılaşmır. Ata çox israr edir, amma qız razı olmur. Belə olur ki, qız öz sevdiyi oğlanla sözləşib, onunla qaçır. Bunu görən ata qızını evlatlıqdan uzaq edir, ayırır və onunla görüşüb danışmırlar. Nə anasını, nə oğlanlarını bacısı ilə görüşməyə qoymur. Belə olur ki, 10 il bunlar görüşüb danışmırlar. Ata o biri oğlanlarını da evləndirib ailə sahibi edir. Nəhayət bir gün ata xəstələnir. Qızı eşidir ki, atası xəstələnib, xəstəxanadadır. Amma 9 oğlunun heç biri gedib ona dəyib, ona baş çəkmirlər. Atası iflic vəziyyətdə xəstəxanada yatıb, amma oğlanlar onu heç ki gedib yoxlamırlar. Bunu eşidən qızı tez ərini də götürüb, onunla birlikdə həmin xəstəxanaya gedirlər. Deməli, qarlı, çoğunlu bir gün olur, hava olur. Bu qızın əri həmin qarlı, çoğunlu havada qaynatasını arxasına götürüb 1-2 kilometr yolu, o vaxt qarlı çoğunlu hava olduğundan maşiniyyat da az idi, yox idi. Bu kürəyinə alıb onu kəndə öz evlərinə gətirirlər. Bundan sonra deməli həmin qızın əri işdən də çıxır, evdə qaynatasının hər gün zorla fiziki hərəkətlər elətdirir. Onun yeriməsi üçün əlləşir, çalışır, vuruşur. Bir həftə, 2 həftə, 1 ay onunla bu cür fiziki hərəkətlərin etdirməyə məcbur edir qaynatasını. Nəhayət belə olur ki, 2-3 aydan sonra kişi artıq sağlamlığına qayıdır, yeriməyə başlayır. Amma bu halı görən ata etdiyi hərəkətlərə peşman olur. O həmişə qız evladını pisləyirdi. Qıza həmişə bütün evlərdə də, əksəriyyətində də qızlara ikinci dərəcəli bir evlad kimi baxırlar. Hamı üstünlüyü oğul evladına verir. Güya oğul bunların başına tac qoyacaq. Amma oğlanlarının bu hərəkətini görən kişi çox peşman olur ki, 9 evlada qayğı göstərdi, münasibət bildi, göstərdi, qızını evdən yaxın qoymadı, amma onun dar günündə ona həyan olan qızı oldu. Belə olur ki, həmin qız anasını da, o atasını da öz yanlarında saxlayırlar və bunu görən qızın atası varidatının bir quruşunu belə oğlanlarına vermir. Hamısını qızın adına keçirdir. İndi Allahdan dua edəndə həmişə dua etmək gərəkdir ki, adama Allah xeyirli evlad qismət eləsin. Nə oğlan,
nə qız. Həmişə oğlan axtarırıq. Qıza yaxşı münasibət göstərmirik. Varidatı böləndə də, əmlakı böləndə də qıza heç bir pay vermirik. Deyirik ki, qız başqa oğlana yedizdirəcək. Bəs nətər olur? Oğul başqa qadına yedizdirəndə yaxşı olur, qız başqa oğlana yedizdirəndə pis olur. Onsuz da bu varidat bizə qalan deyil. İstəyir başqa oğul yesin, istəyir başqa qız yesin. Ona görə də oğul və qız arasında fərq qoymağa gərək yoxdur. Ən çox qız evladı valideynə ürəkdən yanır. Pis günündə onun o dayağı olur. İndi qızların da içərisində nankorları var. Söhbət nankorlardan getmir. Gəlin indi dua edəndə elə dua edək ki, Allah Taala bizə xeyirli evlad versin. Nankor olmasın. Onun oğlan olması, qız olması nə səndən, nə məndən, nə də başqa birisindən asılı deyil. Hər şey Allahın əlindədir. Allah hansı bir evladı bizə veribsə, biz onun qayğısına qalıb, onlara eyni dərəcədə hörmət göstərməliyik. Tək ki, dua eləyək ki, Allah Taala bizə xeyirli evlad versin. Diqqətinizə görə çox sağ olun, minnətdaram.